Azərbaycan musiqisinin parlaq simalarından biri olan Şəfiqə Axundova yalnız Şərqdə ilk operanı yazan qadın bəstəkar kimi deyil, həm də böyük şəxsi faciənin daşıyıcısı olaraq yadda qalıb. Onun yeganə övladı Talih Hacıyevin həyat hekayəsi yaradıcı bir ulduzun necə tədricən sönməsinin acı nümunəsidir. Şəfiqə Axundova gənc yaşlarından ailə həyatı qurub. Lakin həyat yoldaşı onun sənətinə mane olduğundan və ailə daxilində yaranan gərginliklər nəticəsində cütlük ayrılıb. Bəstəkar sənətini üstün tutaraq oğlu Talih ilə birlikdə tək yaşamağa qərar verib. Bu fədakarlıq həm ana, həm də sənətkar olaraq onun həyatında dönüş nöqtəsi olub. Talih 1957-ci ilin 14 avqustunda Bakıda dünyaya gəlib. Atasız böyüsə də anasının və yaxınlarının sonsuz sevgisi ilə xatırlanıb. Musiqiyə erkən yaşlardan böyük maraq göstərən Talih istedadı ilə seçilirdi. Onun 18-20 yaşlarında bəstələdiyi Belə qəmli dayanma və Həyat, sən nə şirinsən mahnıları bugün də dinləyicilərin yaddaşında yaşayır. Baxmayaraq ki, Talih bəstəkarlıqda bacarıqlı idi, o daha çox mahir pianocu kimi tanınmağa başladı. Sevimli müğənni Flora Kərimova onu insan orkestr adlandırırdı. Talihin ifasında səslənən musiqi sanki bütöv bir orkestrın zənginliyini və dərinliyini əks etdirirdi. Məşhur Həsrətindən mahnısında bu istedad açıq-aydın hiss olunurdu. Talih yalnız istedadlı musiqiçi deyil, eyni zamanda anasının ən böyük dəstəkçisi idi. Şəfiqə Axundovanın Gəlin Qayası operasının İlk konsertmeysteri də məhz Talih idi. O, opera və balet teatrında bu əsərin daxili baxışına qədər müşahiətçi olmuşdu. Ancaq həyat bəzən ən istedadlı insanlara belə amansız davranır. Talih gənc yaşlarında ruhi xəstəliyə düçar oldu. Bu xəstəlik onun nə sağlamlığına, nə də psixoloji vəziyyətinə mal verdi. Şəfiqə Axundova oğlunun bu halını gördükcə dərin kədər yaşayır, İçindəki ana sevgisi ilə bu acının ağırlığını daşımağa çalışırdı. Dəfələrlə müalicə da Talihin səhhətində irəliləyiş olmadı. 2008-ci ilin iyul ayında Talih Maşrağada yerləşən ruhi dispanserdə dünyasını dəyişdi. Onun ölümü anasından 40 gün gizlədildi. Çünki bu xəbər ana üçün sarsıcılardı. Ancaq 40-cı gün artıq bu acı həqiqət gizlədilə bilmədi. Şəfiqə Axundova oğlunun ölümünü eşidəndə sanki bütün dünyası uçdu. Oğlunun itkisi ilə barışa bilməyən bəstəkar artıq yaradıcılığa da davam edə bilmədi. Bir dəfə jurnalistlərdən biri ona Şəfiqə xanım, necəsiniz sualını verəndə onun cavabı hər kəsi sarsıtdı. Sizcə övladını itirən ana necə olar? Bu ağır faciədən sonra Şəfiqə Axundova 5 il daha yaşadı. O, 2013-cü ilin iyul ayında dünyasını dəyişdi. Ömrünün son illərində Talihin itkisi onun simasındakı hüznə həkk olunmuşdu. Oğlu üçün yazdığı Laylay mahnısı isə bir ana fəryadı kimi yaddaşlarda qaldı. Bu hekayə təkcə musiqi tariximizin bir parçası deyil, həm də ana sevgisinin, fədakarlığın və həyatın amansızlığının təsirli nümunəsidir. Əgər bu hekayəni bəyəndinizsə, abunə olmağı və şərh bölməsində fikirlərinizi bizimlə paylaşmağı unutmayın. Videolarımızın davamı üçün kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın.